Sosial şəbəkədə yeni açılmış profil, bir neçə saat ərzində yayılan montaj olunmuş görüntülər, alçaldıcı başlıqlar, saxta videolar, səhər açılmadan isə hesab silinir, yazı itir, amma izi qalır. Son günlər Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin tələbələri ilə bağlı yayılan görüntülər bir daha göstərdi ki, rəqəmsal təhlükə artıq qapımızdadır, amma məsələ təkcə bir universitet, bir şəhər və ya bir ölkə ilə məhdudlaşmır. Bu, qlobal miqyasda sürətlə böyüyən problemin yerli təzahürüdür. Naməlum şəxs TikTok canlı yayımına girir hüquqşünasın. Həmin canlı yayımda hüquqşünasları təhqir edir və normal olaraq da həmin TikTok canlı yayımını açan hüquqşünas onu bloklayır. Bundan sonra bu şəxs kinləndiyi üçün həmin hüquqşünasın adını əxlaqsız bir formada səsləndirən bir səhifə açır. Daha sonra onun profilə şəklini qoyur. Daha sonra postlar paylaşmağa başlayır. Zaten ilk iki postda həmin hüquqşünasla bağlı olur. Onun canlı yayımdan screenshotunu götürür, profil şəklini götürür, yanına süni intellektlə yəni əxlaqsız bir şəkildə həmin şəkli düzəldərək paylaşır. Bu kimi hallar isə son vaxtlar artıb. Süni intellekt texnologiyalarının inkişafı ilə deepfake adlanan saxta video və foto istehsalı artıq hər kəs üçün əlçatan alətə çevrilib. Bir neçə açıq profil şəkli, bir neçə saniyəlik video və nəticədə reallıqdan seçilməsi çətin olan saxta görüntü. Hədəf isə çox vaxt gənclər, xüsusilə qadınlardır. Deepfake texnologiyası əvvəlcə əyləncə və kino sənayesi üçün yaradılmışdı, lakin bugün o şantaj, reputasiya hücumu, psixoloji təzyiq və kiberzorakılıq alətinə çevrilib. Qurban olmaq üçün məşhur olmaq lazım deyil. Açıq profil kifayətdir. Elə bu günlərdə media qurumlarından birində aparılan süni intellekt eksperimenti də buna nümunədir. Belə ki, jurnalistə aid olduğu iddia edilən qeyri-etik görüntülər qısa zamanda yayıldı və əksəriyyət onların saxta ola biləcəyini belə düşünmədi. Sonradan məlum oldu ki, həmin foto və videolar açıq profildən götürülən şəkillər əsasında süni intellekt vasitəsilə hazırlanıb. Eksperimentin məqsədi isə həqiqəti göstərmək idi. Yəni gördüyümüz hər görüntü real olmaya bilər və hər kəs deepfake qurbanına çevrilə bilər. Ekspertlərin fikrincə bu təkcə etik problem deyil, həm də şəxsi həyata müdaxilə, rəqəmsal zorakılıqdır. Bu günləri süni intellektin inkişafı ilə deepfake görüntülərini, yəni manipulyasiya edilmiş şəkil, video və səsləri biz telefonumuzda adi bir telefonun mobil tətbiqlə və ya öz kompüterimizə adi siravik evdəki kompüterimizə, notebookumuza yüklədiyimiz hər hansı deepfake lab proqramları ilə süni intellekt əsaslı platformalar üzərindən biz səs klonlaması, görüntü klonlaması və video klonlaması yarada bilirik. Məsələnin hüquqi tərəfi də ən azı texnoloji tərəfi qədər ciddidir. Şəxsi görüntülərin icazəsiz istifadəsi, saxta məzmunun hazırlanması və yayılması qanunvericilik baxımından cinayət məsuliyyəti daşıyır. İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Qeyd edək ki, elə BEDUN-un Hüquq Fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanan təhqiramiz foto və video materialları sosial şəbəkələrdə yayan şəxs də dinin kibercinayətkarlıqla mübarizə baş idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.